Salam aleyküm əziz dostlar. Hal-hazırda mən və Aska gedirik deməli Ələsgər kəndinə. Ələsgər kəndindən sonra Sabunçu, Əzgilli, Qaç, Qalav, Qarqay, Qaç və Köhnə Suvagilə qədər gedəsiyik inşallah. Tam fərqli çəkilişlər olacaqdır. Deməli dostlar, gəldik çatdıq artıq Yuxarı Çardaqlar kəndinin tam Ələsgərlə belə deyim kəsişmə nöqtəsinə. Çox güman ki böyük bir çay var orada. Çayı keçməli olasıyıq. Çayı keçdikdən sonra balaca yerdən keçək. Çayı keçdikdən sonra Ələsgər kəndinə gedib orada çəkilişlər eləyəcəyik inşallah. Aska çayı keçir. Oy babaq da var ha. Hello. Deməli dostlar, gəldik çatdıq Ələsgər kəndinin özünə. Artıq buradayıq. Gördüyünüz Ələsgər kənd məscididir. Tam qədim olduğunu o qədər də inanmıram. Bəlkə də qədim bir məscid olub, yenidən bərpa edilibdir. Bunu deyə bilmərəm. Amma əsas odur ki, balaca bir kənddə belə gözəl bir məscid var. Əsas budur ki, insanlar ibadət eləyə bilirlər. Bura çox gözəldir həqiqətən də. Bura Ələsgər kəndi köhnə qədim qəbirstanlığıdır. Bir baş çəkək qəbirstanlığa da. Bismillahirrahmanirrahim. Deməli görünən çox güman ki bu qəbirlər yeni qəbirlərdir. Artıq təkcə daşlar olanlar, yəni bunun kimi qəbirlər yəqin ki qədim qəbirlər hesab olunur. Ot basıbdır çox, otluqdur. Bu qədər də girməyə risk eləmirəm, çünki ilanın olma ehtimalı böyükdür. O yan tərəf demək olar ki tam yeni qəbirlərdir. Yəni bu yan tərəfdə bir hasara alınmış qəbir var, buna baxaq. Bu nədir? Yol buradandır. Burada belə kifayət qədər köhnə qəbirlər var, üzərlərində heç bir yazı yox. Bəli. Mən belə düşünürəm ki, bu qəbirlərin 100 ildən yuxarı tarixi var. Var. Allah. Çünki Meşrikdə də qəbirlər var idi, 100 ildən qəbirləri olan üstün yazılar var idi. Bunlar neçənci ildir bir dəqiqə? 2000-ci il 1930-2000. Ayda buna bax. Allah rəhmət eləsin. İki insana. 2000-ci il. Bak burada var köhnə qəbir. Muradov Camal. Dəstanlığın qəbiridir. Bura Ələsgərin demək olar ki çıxışındadır bu qəbirstanlıq. Artıq buradan Sabunçu kəndinə 20 dəqiqəlik yolumuz qalır bizim. Ən qədim qəbirstanlıq isə şeydədir. Ağdam Kələl deyilən yer var. Gündüzmaqdan yuxarıda. Həmən yerdədir. O qəbirstanlığın üstünə dəhşət tarixi, çox qədim qəbirlər var orada həqiqətən. Ağdam Kələldə. Ağdam Kələl. Sabah gedib çatarıq ora. Oralar çatmışam aslında. Deməli dostlar, Ələsgər kəndindəki çəkilişlərimizi yekunlaşdırdıq.
Artıq getməliyik Sabunçu kəndinə. Dediyim kimi çox da çəkiliş eləyə bilmədim. Çünki vaxtımız azdır. Hava qaralır. İndi isə yolumuz Sabunçu kəndinədir. Beləliklə dostlar, biz artıq Ələsgər kəndindən çıxdıq. İndi sol tərəfində Sabunçu kəndi var və gedirik indi ora. Orada da həmçinin çox böyük bir çəkiliş edə bilməyəsiniz. Əsas dronla kəndin sizlərə təqdim edəcəm, kəndin özünü. Beləliklə getdik. Deməli dostlar, Sabunçudakı çəkilişimizi də elədik artıq. İndi Cımcımaq kəndinə gedirik. Cımcımağa nəyə görə gedirik? Çünki hava artıq qaralıbdır və biz gecələmək üçün orada qalmalıyıq. Artıq gecələdikdən sonra səhər tezindən Əzgilli kəndinə və oradan sonra gələn digər kəndlərə yola düşməliyik. Cımcımaq kəndinə çox az yolum qalıbdı. Aska ilə bir yerdəyik. Biraz sonra artıq Cımcımağa çıxasıyıq, gecələyəcəyik orada. Ondan sonra səhər tezindən yola düşəsiyik digər kəndlərə. Aska gəl, və gedək. Düşəsiyik digər kəndlərə yola. Mən bu videolarda çalışıram ki, çünki bu kəndlər haqqında konkret olaraq sənədli filmlər, yəni qısa da olsa, uzun da olsa çəkmişəm. İndiki məqsədim sadəcə dronla kəndləri üst hissədən sizlərə göstərməkdir. Biraz fərqlilik olsun deyə. Hər kənddə çox az vaxt sərf edirəm çalışdığım qədər. İnşallah ki, videomu bəyənərsiniz. Və dostlar, onu da nəzərinizə çatdırım ki, tam yuxarı çardaqlardan Cımcımağa qədər biz ayaqla gedirik. Yəni, heç bir avtomobil ya da böyük bir maşın yoxdur. Ayaqla gedirik, artıq saat 3-də çıxanıq. Saat neçədir Aska? 8. 8-dir. Biz hələ yəni Cımcımağa çatmağımıza bir əməli 1 saat, saat yarımlıq yolumuz var. Güman eləyirəm tez çatarıq. Nəyə görə? Geciksək qaranlığa düşəsiyik və çox maraqlı heyvan növləri ilə rastlaşa bilərik burada. Ya həqiqətən də bu yollarda olur çünki heyvanlar. Heyvan dedikdə canavardır, tülküdür, bir də ayının olma ehtimalı var. Çünki şəlaləyə getdikdə mən 2 dənə ayı ilə rastlaşmışam yol boyunca. Şükürlər olsun ki də, yəni elə bir problem olmayıbdır. Burada da onu yaşamaq istəmirəm təzəldəndən. Dostlar, hava qaralır artıq. Bizim hələ yolumuz var. Amma biz istəmirik qaranlığa düşmək. Amma əskəm, deyəsən qaranlığa düşəsiyik. Mən belə, gedişatı belə görürəm. Ki, qaranlığa düşəsiyik. Neyse ben yani bu da nasıl olsa bu telefon tapsa bizi yaxşı kalsın. Yaxşı insan. Canavarlar burada gəzibdir. Deməli dostlar, hava qaralıqdır. Tam qaranlıqda deyil, biraz açıqdır. Biz hələ gəlib çatmamışıq yola. Cımcımağa. İndi burada arıçılar var. Arıçıları axtarırıq ki, görək bir oturub bir su içməyə limağadır, nəsə varmı? Çünki yadımızdan çıxıb heç nə götürməmişik limağa konkret. Sözünə aclıqdır. Kəndin yaxınlığında arıçılıq var. Burada arı saxlayırlar. Sağ olsunlar, burada çaydan çörəkdən yeyib yolumuza davam eləyəsirik inşallah. Fondaki mahnıya var.
Su. Ağır ki su tapdıq. Deməli dostlar, həqiqətən çox pis acımışdım. Səhər başlı günə olar ki, səhər yeyən çörəyin üstündəyim. Hava olmuş. Mən heç acmamışam. Heç görünür elə. Səhər yeyən çörəyin üstündəyəm. Yəni ucu saat 9 olubdu. Çox pis acımışam həqiqətən. İndi burada yəni yeyəcəm konkret. Pomidordur, pendirdir elə. Başqa nə lazım olar bəlkə. Abi cücü var, Abi cücünün arxa hissəsində fosfor var, bax. İşıq satacaq gəzir. Sataq mı görüm? Fosfor. Mahnı var. İndi videonun YouTube'a qoyanda bir tane olacaqdı. O mahnının o mahnının telifəsi alacaqdı. Həqiqi, arkada gedən mahnıya baxsana. Çamur. Acılığı deyə bilmərəm, amma var, susuzluq var ha. Ona dözmə olmur. İti gördün? Görün qoyub lakin doğrusunda heç səsini çıxartmayacaq. Ha? Xətai estetik klinikasında plastik estetik əməliyyatlar yüksək Elə bir- ixtisaslı, təcrübəli, dünyanın Halbuki aparıcı dağıtımcı, klinikalarında işləmiş uzman plastik cərrahlar tərəfindən icra olunur. Xətai estetik klinikasının öndə gedən plastik estetik rekonstruktiv əməliyyatları içərisində rinoplastik əməliyyatı İndi bu videonu montaj edib paylaşılırsa və kimlərsə baxacaq, az vaxtı. sizin xidmətinizdədir. Delivery və ultrasonik üsulları kəsiksiz. Həqiqətən mən Dağda, sərində, pendir, çörək, pomidor. Deyirəm, mən bir şeyə fikir vermişəm. Yəni bizim həqiqətən bizim millətin qonaqpərvərliyindən yoxdur, vallahi. 490 83 61 050 204 84 İndi 41. ad verməyəcəm də. Hansı rayondur deyə. Dostlarım gəlmişdi. Deyir, bizdə deyir. Qonşu qonşunun deyir var ya, salam vermir. Uşaqların arasında bir bağçaya, məktəbə, bunların arasında Sizcə necə olur deyir belə. mən işə Yəni çatdıra bilmirəm. Elə bir yerdən ev alam. yaxınsız da hamı bir-biri ilə, kim hamı ilə görüşür, hamı ilə mehribandır. Və sırada gəlməsin deyəm, paxıllığım tutur da deyir baxanda. Burada qata aladı çünki. Uşaqlar üçün əyləncə zalı, uşaq bağçası, mənzil təmizlik xidməti, bağçada, məktəbdə, nərdan olar. Kimsə tutmur, radyonuca tutur. Faizsiz kredit, Radyo başqa dalğada axır. Kimi sevməyə başladım. raflda var. Arzularınız gerçək olacaq. Raflda var. Maliyə verilişinin sponsoru Videonu yaxınlaşdırım. Çörəyimizi yeyək, sonra yolumuza davam eləyəsik inşallah. Bu dəfə qaranlıqda Qapqaranlıq Göz oldu. gözü görmür. Yəni qapqaranlıq oldu həqiqətən. Deməli dostlar, səhər saat 6 biz yola düşdük. Kənddən Namiq adlı bir qardaşın Ural maşını ilə gedəsiyik inşallah. Ya Allah, yetdik. Deməli dostlar, bu Cımcımaq kənd marşrutu səhər saat 6, 7-nin yarısı elə vaxtlarda çıxır kənddən. Bir də günorta saat 3-də çıxır. Deməli dostlar, bu Cımcımaq kəndinin əsas yoludur. Şey bak. Abi ya köşeli. Selam aleyküm. Evet. Ha. Çok da güzel hava var. Bir tane bulutlar da gelse bir bağacak. Bulutlar da gelse sıkıntı vardı.
iyul ayının 4'üdür, neçəsidir bu gün? O Qansara gedən yoldur da. Çayın Oradan içi. o yandadır qalsa. Demişlər iyul ayının 4'ü buşlatla gəzilir. 4'üdür niyə bu gün? Tarixləri də unutmuşam, yansan. Deməli gəlib Urala çatdıq ücü. Urala çatdıq. Namik qardaşla bir yerdə indi. Düşəsiyik inşallah yola. Gecə bura ağrı boşaltmağa gəliblər, səhər də gedirik. Yuxarı. Keç asker. Ora o yolda oturarıq. Geç. Hop belə. Hava oturur tabilasında böyle. Çəkir. Aa doğrudan ya bu sumkanı. Ama hele oturmayardın da sen sumkayla niye oturdun? Sumka... Yer yoxdur ha burada qoyma. Gözler bir dəqiqə elə tutur. O içindeki o şey sınacak əzilib çünkü. Artık yola düşmüş o. Ben çıkarım. Kəndlərin içində ən çətin yolu olan kənd nəyi budur? Görünən Sivagilə qədər Cımcımaq hamısının yolu çətindir məncə. Amma ən çətin hamı Cımcımağın yoludur. Oradan çətindir. Ora indi biraz rahat olacaq məncə. Olmalıdır. Kəndin cəmaatı da böyle əziyyətli çaylardan keçirlər da. Kəndin cəmaatı belə əziyyət çəkir. İndi növbəti kənd olan Qalal kəndinə gedirik.
Sizlərlə biz çəkilişlərimizi edirik hər gün. Bu əziyyətlərlə. Aşağı oradan. Kör eləyir gün. Yaxşı düşürəm bu kəndə. Kəndə giririk. Kəndə giririk. Oradan deyim. Həbləsinə gedəsirik. Hə. Yox. Həblə girəsirik. Həblə getməliyik. Ya həblə ya. Ay, öyle yol yoxdur, həblə gedəsirik. Binən qalalar buradan önü yoxdur. Bir də qar qaydası. Gəldik, çatdıq Qalal kəndinə. İndi burada olan gözəllikləri Deməli dostlar, artıq Qaval kəndindən çıxdıq. İndi gedirik Qarqar kəndinə. Çox çətin, çox çətinliyi ilə bərabər də maraqlı yolları var həqiqətən. Çox maraqlı yolları. İndi görək Qarqar kəndində başımıza nə gəlir. Dostlar, artıq Qaval kəndindən çıxdıq. İndi gedirik Qarqar kəndinə. Çox çətin, çox çətinliyi ilə bərabər də maraqlı yolları var həqiqətən. Çox maraqlı yolları. İndi görək Qarqar kəndində başımıza nə gəlir.
Mənim dostlar, Hə. Qarqaydadakı çəkilişimizi yekunlaşdırdıq. Allah razı olsun Eldar dayıdan. Sağ olun, incinmə. Yox, incilən şeydir mi Eldar dayı? Eldar İncinmə dayı bizə gəl. qəşəng dağ Atana da bir havasında salam söylə. Yox, dağ havasında qəşəng bir Sağ qonaqlıq ol. verdi. Sağ olsun, var olsun. Atanı götür gəl bura. Gələcəm inşallah. Eldar Gel. Aras dağların böyüyüdür. Dağların fərəngidir o. Atanı götür gəl bura. İnşallah gələcəm Eldar dayı. Allah Gəl. razı olsun. Çox sağ olun. Sağ olun. Gəlin, bura bax. Qaydanda Eldar dayı, gəlin. sağ olun. Allah razı olsun. Qaydanda hər şey üçün. gəlin. Qaydanda. Dağ içinə qalxmalı dağa. Görüşərək dayı, mən gələcəm bura. Atanı da götürüb gələcəm. İnşallah. Sağ olun. Abi nerede hesap çöpün? Oka bağlama. Oka düzgünü biraz geri ele. Belə dostlar, Qarqaydakı səyahətimizi də yekunlaşdırdıq, çəkilişlər elədik. İndi bacardığımız qədər çəkilişə əsas üst kadrlara üstünlük vermişəm, drone olan kadrlara. İndi gedirik Qaz kəndinə. Nereye? Elə biləm Amerika yazına gəlmişəm. Elə hiss elədim. Burada səs səsini görür. Bakıda olmaz. Aa, Ya biz indi 5 il bu təbiətdəyik. Zorla usta. bura, köhnə suva geldi. Açılıq göstərmədim. Sən deyəndəki İsmail beraber. Bizim yəqin bizim işte işimidir. Yox, nə danışırsan. Zastava ora olub da. Buralarda saxla. Burası saxla burada. Ekran qaraldı. Baxın, çəkir amma. Nə? Deməli dostlar, hal-hazırda gəldik çatdıq Suvagil kəndinə. Suvagil kəndi deyəndə nəzərə alın ki, köhnə Suvagil. Yeni Suvagil artıq aşağıdadır. Bura köhnə Suvagildir. Üstdən dronla bu gözəlliyi sizə təqdim edirəm.
Cımcımaq kəndindən indi gedirik Hamamdərə ərazisinə. Hamamdərədən də inşallah su tökülən şəlaləyə gedəsiyik. Ondan sonra da sabah səhər saat 8-də inşallah rayona geri şəhərə qaydasıyıq. Mən danışıram mahnı telifə düşəcəkdi yoxsa danışığımı qoya bilməyəcəm. O qədər olub var elə səhv kadrlar eləmişəm var, qoymamışam məcbur olub. Mənim axı danışdığım sözün dalında mahnı gedir. Heç nə eləyə bilmirəm də özü. Arxa səslər. Ha. Yox sən də qarışır aləm bir-birinə. Qazan taburu dedim. Yox əşi. Ha bu neçə yaşı var ona? Onun ən gözəl yaşıdır bu. Böyük atdır ki, versəniz də. Yekkadır. At yəhərlənir. Biz dağa getmək üçün. Balay, ne arası? Yola düşdük. Gedirik artıq. Keçən dəfə Qanslar istiqamətinə getdik. Sol istiqamətə. İndi isə Hamamdərə istiqaməti, sağ istiqamətə çayla gedəsiyik. Yolumuz uğurlu olsun inşallah. Sağ salamat qalacaq. Qəşəng çəkilişlər edək. Geni çəkilir. Hara geri Xasif? Hamamdərə. Bəli. Su tökülən şəlalə. Kimsə onu baba əziyyət çəkir. Su tökülər. Hayt! Burada Şiroki'ye koymuşam var ya, zor çakıda evlilik hazır yeni şezlong. Şimdi orada da bunlardan biz videolar çekerek onun için fantastik bir şeyler yapıyoruz. Hey! Hamamdərə suyu qaradır. Yox da görəcəm abi. Mən kiməcəm onu. Hava çalı gelip Qaxsara yağış yağandan sonra gelip çimir. Ağız burun dönüyor. Ağ girip qara çıxırdı lan. Hey! 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 Hey!
Ha? Atları burada saxladıq. Buradan yana artıq ayaq. Ha, o ayağı saxla orada, buradan düş də. Şöyle. İpini verərsən ora. Gəldik, çatdıq su tökülən şəlaləyə. Mənzərəni özünüz görürsünüz necədir deyə. İndi isə gəlin o mənzərəyə yaxından baxaq. Su tökülən şəlaləni də çəkdik. İndi gedirik Hamamdərəyə. Hamamdərə ərazisində balaca bir şəlalə var orada da. Durur mu arada o şəlalə? Harda? Yukarıda? Yox, aşağıdadır. O bayaq evlər olan yer var idi. Ha, bu oradır. Oradan sola. O yan tərəfə gedəsik. Orada kükürtlü su çıxan yer var. Kükürtlü su çıxır. Mukamat vannalar qəbul edir orada. İndi inşallah o yerdə çəkərik. Ora qəşəngdir yəni. Bas bayaqdan Panama istəyirdin asker. Basıq nokta var aşağıdakı. Basmışam da bu. Ha, gözlə də. Ha. Fırlayanda da o knopkanı bas. Hı? Fırlayanda da o knopkanı bas. Bir fırlansın. O da sana Panama, bayağı Panama istiyordu. Sizin çok çakal dadı var, Allah'a da etmezsin. Turistler boğazı qurudur. Abi ben bunu kaldırıram. Ben bunu kaldırıram. Əyri durur. Basıram, düzəldirəm, yenə düzəlmir o. Sən elə eləməməlisən də, bax, haba əyri diyor, həblə, bax. Bax, qaldırdın, ha bunu basıb, buraxdın. O şey ancaq sağ onu qaldırmağa kömək edir. Çəkir mi onu? Ha, çəkir. Biraz da çəksin. Abi suda çok duman ki kükürt var. Kükürt var. O kükürdə görə də adamın boğazını şey eləyir. Konkret boğur adamı suya. Bak. Bura sərindi bak. Bax bu Baksana bu bir şey izler. bu ata ayının izləridir. Ha bu ata ayı. Ha bu ana ayının izləridir. Ha burada da bir de balı ayının izləri var idi. O da aşağıdadır deyəsən. Bu aşağıdakı da bir de laf böyüyü var idi bayaq aşağıda da nənə ayı idi yəqin. Ha burada bir de cüyürün izləri var idi ha aşağıda. Gökə.
sümüyünə. Nə gözəl iyi gəlir hə. İyi var hə. Xəyanət gedir. O da balayı. Ha bu da baba. Bu adam ayağının yuxarısındakılar balaca ayı izləri. Kotanın. Bir də bunlar da cüyürün. Ha bu da bak. Ha bu da cüyürün izlər. Maşın tapsaq bu güzel olar. Getmağa mı? Çətin taparıq əşli maşını. Mən inanmıram. Oy dadan, abi nəyin sümüyü də? Ona bax. Təkənin. Aşqa təkən oma sümüyünə bax. Ha burada qətlə yetiriblər təkəni. Təkənin nəyini? Oma sümüyü. Tamam hələ saxla. Oradan götürəm. Sən də gəl də. Mən də götürəm. Bu dansların suyundan çoxdur. Yol gəldik, çox tərləmişdik, pis gündəydik. Biraz çayda yaxalandıq və yolumuza davam edirik. Gedirik Hamamdərə şəlaləsinə. Düzdür, suyu çox azdır, amma çalışacağım oradakı vannalar və orada çıxan küçüklü su haqqında qısa da olsa bir video çəkim ora haqqında. Və ondan sonra da belki Tündür'a geri qaydasıyıq. Biraz da çıkınlar da. Bura Hamamdərə ərazisidir. Biz bu şeydən içəri girəsirik, yox? Ha bu dərədən. Azad verirsən. Ay! Bu yana, bu yana. Sağa götür. Ay! Ay!
balaca evlər. Burada qalmaq üçün nəzarət tutulur. Right. Abi nə boyda daş gətirib abi? Buranın əməli başı karyer eləyib bu çay. Abi su ha. Oxşuyur təmizə. Salam aleyküm. Necəsiz? Ha. Right. Abi daşlıqla sür. Abi daşlıqla sür. Bax qalxır mı ora? Ha? Əlbəttə, biz o momentləri tuturuq da elə. Biz o momentləri tutanlar. Haydi, çek abi da de. Arif gidin. Sür, saklama. Ha? Yo, o Arif gibi birden. Arif'le gitmemiş mi? Çekir ama. Kalkı olur, böyle gelecek. Odur. Sabah sür biraz. Ne oldu değil mi? Sabah sür. Aktarlı saklama. Ya. Güzel bir ya. Güzel ya, böyle normal yere çıkak yani. Ya. Tamam diyorsun. Vay! Sakla orada. Çöm. Yava ya. Çekme. Düşün. Gel. Gel. Siz çocuk. Bu görüşək da sana çəkəm. Salam aleyküm. Necəsin? Ne var ne yok? Var mı bir şey? Ne var? Tanıdık sandım. Hadi. Burada da arılar sizin. Ha, bu bayağı. Buraya çıkmışıq çəkmə aşağıları şalarını çəkiyorlar. Üstəki. Var, normal dedim sana. Bütün çəkmişik köhnə sıvagilə kimi. Burada yok hala. Ha, öyle bir abi dönen gibi göreceksiniz. Hamamlar zaten var. Çakır o aslında. Hı? O hamamların böylece üstünde sol tarafta. Yanında yakınlarda hamam. Ne oldu? Harici şeydi. Yaxşı. Yerde balacık divarları da. Biz elə o hamamın dışında sol tarafta bir sallanan fındık ağacı var. O fındığın arkasında. Oldu, sağ ol. Deməli dostlar. Deməli dostlar, Asif su içir. Gəldik çatdıq Hamamdərəyə. Bura Dumdumaq kəndinin kükürtü su çıxan hamamdərəsidir. Burada indi göstərəcəm sizlərə. Burada gördüğünüz o hissədə hamamlar var, vannalar var və burada insanlar müalicəyə gəlirlər. Çox şeyə dərmanlı deyirlər. Gedək görək burada nə var. Yəni vannalar dedikdə siz belə komfortlu, ideal bir yer fikirləşməyin. Yəni kənd yerində ola biləcək nə varsa ondan eləyirlər. Amma ki əsas məsələ burada
var. Odur. Bu yana, bu yana, bu yana. Yəni Vanna deyildikdə baxın dostlar. Belə bir yerlər nəzərdə tutulur. Yəni kəndə uyğun olaraq. Hemen kükürtlü suyun çıkma yerini gösterir size. Bu su, buradan akan bu su, kükürtlü sudur. Bilirəm, aşağıdan değil mi qalxırsan? Ben onu görmüşəm. Yani bura möcüzədir. Ümumiyyətlə Zaqatalanın çox yeri möcüzədir. Və bəli dostlar, bura Amanverə şəlaləsi. Çətin bir yer olsa da biz bura gəlib çatdıq. Abra girəcəm mən. Bəli dostlar, bura Amanverə şəlaləsi. Girmirəm suya. Yanlışım değil, yanlışlarına doğru. Sayın dostlar, güzellik kurban kalemi. Bakın, suyun içindeyim ama yani böyle güzelliğin yanında adam günah seslenmiş. Sesim gelir mi? Böyle dostlar. Ben suyun içindeyim. Hava da soğuyup bu yine. Akşam olur çünkü. İndi ise qayıdaq Cımcımaq kəndinə. Səhər saat 7-də də oradan yola düşməliyik çünki şəhərə.